Və ilk öncə onu qeyd etmək istəyirəm ki, qardaşlar, yəni bu Qədr gecəsini sırf xüsusiləşdirib 27-ci gecəsidir deyib bu cür ibadət etmək, bu şeyi xüsusiləşdirmək doğru deyil, qardaşlar. Böyük ehtimal ola bilər. Alimlər qeyd edirlər ki, məsələn, böyük ehtimal ki, 27-ci gecəyə rast gəlinir çox vaxtı. Lakin bunu xüsusiləşdirib və bunu müqayyət etmək doğru deyil. Çünki bu son 10 gündə hətta bəzi alimlər qeyd edir ki, cüt günlərə də təsadüf edə bilər. Cüt günlərə də təsadüf edə bilər. Tək günlərə təsadüf etməsi daha böyük ehtimal olmasına baxmayaraq. Ona görə müsəlmanın halı bu son 10 gündə 27-ci gecəni, necə ki bu şeyi xüsusiləşdiriblər bəziləri ki, etmək olmaz. 27-ci gecədə necə etsə sənin halın bu 10 gündə o cür olmalıdır. Şiddətli şəkildə Allah Taala ibadət etməlisən. Dualarında, namazlarında və Quran qiraətində, zikirlərində və s. Yəni şiddətlənməlisən. Bu 10 günün hamısında müsəlmanın halı bu cür olmalıdır. Yəni bu şey xüsusiləşdirmək olmaz. Hansı ki, bəzən görürsən ki, təəssüflər olsun ki, müsəlmanlardan bəziləri 27-ci gecə də deyib, 27-ci gecəyə qədər ibadətdə səhlənkar yanaşır. Sırf o günü otururlar ki, mən bu gün ibadət edəcəm, sırf bu gün Qədir gecəsidir. Xeyr, belə etmək olmaz. Bunun hikmətlərindən bəziləri var ki, qardaşlar, baxın, məsələn, cümə günü icabət saatı deyirlər ki, axır 1 saatda və yaxud da 45 dəqiqədə və yaxud da yarım saatda axtarın. Müəyyən bir dəqiqə yoxdur, qeyd olunmayıbdır. Cümənin axır saatlarında axtarın. Hə? Bu niyə görədir? Bunun hikməti niyə görədir? Və yaxud da sən Qədir gecəsinin 10-unda da bu şeyi axtarmalısan. Hə? Bunun hikməti ondan ibarətdir ki, insan bu saatların hamısını Allaha ibadətə keçirsin. Xüsusi 1 saatını və yaxud da ki 5 dəqiqəsini deyil. Ona görə alimlər gözəl bir misal gətirirlər. Məsəl üçün sənə 10 dənə açar verirlər ki, xəzinənin qapısı bu 10 açardadır. Sən o bir açarı mı götürüb gedərsən, yoxsa onundan mı istifadə edirsən ki, bu onundan biridir. Onunu da götürərsən. Və eləcə bu 10 günün 10-unda da şiddətli olmaq lazımdır. 10-unda da olsun 27-ci gecə və təsadüf eləsin, böyük ehtimalla bu barədə danışılsın. Amma yenə də sən Allah Taalaya ibadətdə möhkəm ol bu 10 gündə. Ola bilsin ki, 27 olmasın, 25 olsun və yaxud da 23 olsun və bu ola bilər. Ehtimallardır. Ona görə sən ehtiyatını daim götürməlisən. Allah Taalaya 10 gün girdisə, artıq bu 10 gündə şiddətləndir ibadətlərini. Əvvəlki o 20 gündən daha şiddətli olsun.